2016-dan bəri biz 46 rayon üzrə 60-dan çox məktəbə getmişik. 3000-dən çox şagirdlə görüşmüşük və bu şagirdlərdən 150-si də bizim düşərgəmizdə iştirak eləyibdi. Hər il 10 rayon seçirik və 10 rayon üzrə 10 müxtəlif kəndə gedirik, kənd məktəbinə gedirik. Və məktəblərə gələndə bizi 9-cu, 10-cu sinif şagirdləri gözləyir. Niyə 9-10-cu siniflər? İndi danışacağam, deməli təhsil üçün əlavələrin kökündə əslində ixtisas seçiminə yönləndirmə durur. Yəni düzgün yön istiqamət çox vacibdir. 11-ci siniflər artıq öz ixtisaslarını seçmiş olurlar. Yəni onlar üçün qərar veriblər və qərarı dəyişmək çətindir. Amma 9-cu, 10-cu siniflər tam da qərar vermə mərhələsində olurlar və ya qərar veriblərsə belə istiqamətlərini dəqiqləşdirmək və ya dəyişmək mümkün olur. Və bizim işimiz də əslində burada başlayır. Biz gedirik həmin rayonlara və bu uşaqlarla birinci görüş olur. Görüşdə müxtəlif təlimlər keçirik. Təlimçilər də ki, İngiltərə məzunları və ya başqa ölkələrdən təhsil alıb ölkəsinə gələn gənclər olur. Təhsilin önəmindən danışırıq. Hər kəs deyir təhsil önəmlidir, amma təhsil niyə önəmlidir? Bizə nə gətirir, nə qazandırır? Təhsil aldım. Məsələn, birinci sual o. Mən təhsil aldım və mən təhsil aldıqdan sonra həyatımda nə dəyişdi? Bu gün burada olmağıma təhsilin nə kimi kömək oldu?